Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Quran-ı Kərimdə yer alan etiqadi ayələrdir. Ötən bəhs bu sual ətrafında siz əzizlərlə müzakirə edirdik ki, ümumən bütpərəstlik və çoxallahlıq hansı formada yayılmışdı və bunun yayılma səbəbi nədən ibarət idi? Əgər xatırlayırsınızsa, Biruninin tanınmış İslam mütəfəkkirinin sözünü sizlərlə müzakirə etdik ki, Birun deyir ki, bütpərəstlik daha çox hissə və duyğusal hissi olan insanlar içərisində, millətlər içərisində yayılan bir məsələdir və daha sonra bundan siyasi məqsədlər üçün istifadə edirlər. Və buradan bu nəticəyə gəlirik ki, bəşər olan gündən təkallahlıq onun əsas inancı olub. Çoxallahlıq təkallahlığın təhrif və təhrif olunmuş mənasıdır. Yəni insanlar birbaşa uca Allaha deyil, uca Allaha hər hansı bir vasitə və yaxud hər hansı bir şəxs və yaxud hər hansı bir obyekti ilahiləşdirərək yaxınlaşmaq istəyib və zaman-zaman artıq bu yaxınlaşmaq və s. unudulub, onun özü ilah formasında cəmiyyətə təqdim olunmuşdur. Və bu barədə biz dedik ki, Quran-ı Kərimin baxışından ilk bütpərəstlik Həzrət Nuh əleyhissalamın dönəminə gedir, çıxır və Nuhun dönəmində salih insanların heykəllərindən bütlər düzəltmiş və onları ilah olaraq cəmiyyətə təqdim etmişlər və Həzrət Nuh əleyhissalam tam olaraq bunlarla müxalifətçilik edirdi ki, ilk olaraq onlar özü Allaha bəndə olan şəxs olub və eyni zamanda əgər siz onları indi ilah bilirsinizsə, bu hakim dairənin sizin üçün işlətdiyi bir hilədir. Eyni zamanda əvvəlki bəhsdə ki, bütpərəstliklə daha çox əlaqəli olan ayələrdə biz Həzrət İbrahim əleyhissalamın adını görürük. Çünki bildiyiniz kimi Həzrət İbrahim əleyhissalamın dönəmində də bütpərəstlik rəvac tapmışdı və Həzrət İbrahim əleyhissalam bununla mübarizə aparırdı. Bu barədə bir çox ayələr var və onlardan da biri Ən'am surəsinin 74-cü ayəsidir. Allah Teala İbrahim peyğəmbərin barəsində bizə belə buyurur ki: "Və iz qala İbrahimu li əbihi." O zaman ya Rəsulum xatırla ki, İbrahim öz atasına və yaxud əmsinə dedi. Burada məşhur bir səhv tərcümə var. İstərdim ona da toxunum. Məsələn, bir çoxları ayəni bu formada tilavət edir. Və iz qala İbrahimu li əbihi Əzərə. Yəni Həzrəti İbrahim atası olan Azərə dedi. Amma biz bir çox təfsirlərə və ədəbi mənbələrə müraciət etdikdə görürük ki, ayə bu formadadır. Və iz qala İbrahimu li əbihi. İbrahim öz atasına və yaxud əmsinə dedi. Əzərə ittəxəzu əsnəmən əlihə. Artıq burada Azər Həzrət İbrahimin əmsinin və yaxud atasının adı deyil, büt adıdır. Yəni, Həzrət İbrahim buyurur ki, ey atam, ey əmim, sən Azəri büt olaraq pərəstiş edirsən və sən bütpərəst olmusan. Bu barədə biz, məsələn, Şeyx Tusinin Ət-Tibyan, eyni zamanda Təbərəsinin Məcmu-Bəyan əsərinə baxa bilərik. Məcmu-Bəyan təfsirində buyurur ki, Əzər ismus sənəm, Azər bütün adıdır və ayənin təqdiri bu formadadır. Və iz qalə İbrahim li əbih. O zaman İbrahim öz atasına dedi, İttəğəzə Əzər və cəalə əsnəmən. Sən Azəri büt olaraq özünə seçmisən və bütpərəstlik edirsən. Və eyni zamanda Şeyx Tusi də bu ayəni bu formada təhlil ediləndən sonra buyurur ki, bu məna bizim rəvayətlərə daha çox uyğundur. Yəni, ayədə keçən Azər sözü Həzrəti İbrahimin atası deyil, bütə verilən addır Həzrət İbrahimin atası və yaxud əmsi tərəfindən. Və tarixi mənbələrə əsasən Həzrəti
İbrahim əleyhissalamın atasının adı Azər yox. Bu barədə bir çox nəzərlər var və məşhur nəzər də budur ki, onun atasının adı Tarih və yaxud Tarix olub. Və buna əsasən Azər bir şəxsdir və onun üzərində bir büt düzəldib, yəni onun timsalında bir bütpərəstliyi yaymaq istəyirlər və Həzrət İbrahim buna icazə vermir ki, siz niyə bir əməli salih şəxs olan Azəri onun üzərinə bir büt düzəldirsiniz. Yəni onun vasitəsilə istəyirsiniz ki, insanları aldadasınız. Əvvəldə yazısı bizdir ki, sənəm o bütə deyilir ki, insan şəklində olsun və bunlar Azər adlı bir salih bir şəxsi. Bu Azər kim olub? Bəzidir ki, bu həmən Həzrət Nuhun və yaxud İbrahim əleyhissalamın babası. Yəni Həzrət İbrahimin babası salih bir şəxs olub. İndi bunun əmsi istəyir ki, o babası üzərində bir büt, yəni onun timsalında bir büt düzəlsin və Həzrət İbrahim bununla müxalifətçidir ki, yəni əməli salih bir şəxsi niyə görə sən cəmiyyətdə yanlış təqdim edirsən? Dediyim kimi Şeyx Tusi buyurur ki, bu bizim rəvayətlərdən də gələn mənadır ki, çünki heç bir formada Həzrət İbrahim əleyhissalamın atası və yaxud bütün peyğəmbərlərin atası bütpərəst olmayıb. Bu mənada əbi, yəni həmən əmsidir və əmsi istəyir ki, Həzrət İbrahimin babasının adı ilə insanları yoldan çıxarsın. Bura qədər biz müzakirə etdik ki, bəşərdə necə bütpərəstlik yayılıb. Deməli, bəşərdə əsasən bütpərəstlik bu formada olub ki, insan bu hissi tərəfi daha çox güclü olub və istəyir ki, o qeyb aləmi ilə bu vasitə ilə təmasda olsun, əlaqədə olsun, hər hansı bir ilahi şəxsin heykəlini və yaxud xatirəsini yaşatmaq üçün hər hansı bir daşdan olsun, taxtadan olsun bir vasitə qurub. Amma necə olub ki, Ərəbistan yarımadasında bütpərəstlik yayılsın? Bu barədə müxtəlif fikirlər var. Və bildiyiniz kimi Ərəbistan yarımadasında İbrahim əleyhissalamın dini, yəni Hənif təkallahlıq dini hökm sürüb. Və bu təkallahlıq dini necə buradan uzaqlaşdı və onun yerinə bütpərəstlik və bütə sitayiş gəlib. Mənbələrə biz müraciət etdikdə görürük ki, Məkkədə hər hansı bir büt düzəltmə yeri və yaxud büt mərkəzi olmayıb. Yəni, kənardan bura büt gətirilib. Kənar təsirlərin nəticəsində. Məşhur rəy bundan ibarətdir ki, Ərəbistanda bütpərəstliyi yayan şəxs Əmr ibn Luhey ibn Qamə əl-Huzayə olmuşdur. Əmr ibn Luhey Kəbənin rəhbəri idi və insanları bir formada kənar o müharibələrdən qoruyurdu və buna görə nüfuz qazanmışdı. Bu bir gün gedir Həzrət Nuh əleyhissalamın yaşadığı məntəqəyə, yəni Şama, Mesopotamiyaya. Orada görür ki, insanlar bütə sitayiş edir. Və yaxud bəzi rəvayət deyir ki, bu ora gedəndə görür ki, o ki Həzrət Nuh əleyhissalamın vaxtında insanlar 5 bütə sitayiş edirdi və Nuh tufandan sonra artıq onlar suyun altında və yaxud torpağın altında qalmışdı. Onlar üzə çıxır və başlayır bu bütləri Kəbəyə tərəf gətirməyə. Və Kəbəyə gətirməsinin də səbəbi olur ki, istəyir Həzrət İbrahim əleyhissalamın dinini dəyişsin. Baxın, demək Kəbəyə bütlər Əmr ibn Luheyin tərəfindən gətirilir. Məqsədi bu idi ki, insanlar bunlara sitayiş etsin. Və onun nəticəsi nə idi? Onun nəticəsi bu idi ki, artıq bu insanların o pərəstiş hissini öz əlinə alır və bütpərəstlik adı altında öz hökmünü bir ilahi hökm, bir ilahi qüvvə olaraq insanlara təqdim etmişdi. Və biz buradan bu nəticəni alırıq ki, ümumən bütpərəstlik sadəlöh insanların qazandığı bir məsələdir, düşündü bir məsələdir və eyni zamanda bundan da siyasi motivlər üçün istifadə olunub. İndi biz Ərəbistan yarımadasında, yəni İslamın gəlişindən əvvəl insanlar bu bütlərə nəyə görə sitayiş edirdilər və tam olaraq bunun səbəbi nə idi?
Bu mövzu ətrafında müzakirə edəcəyik və eyni zamanda bu bütlərə sitayiş edənlər həqiqətənmi tam olaraq onu müstəqil bir ilah bilirdilər, yoxsa Allaha bir vasitə və eyni zamanda bunun mahiyyəti nə idi və bu bütlər hansı məsələləri ehtiva edirdi? İnşallah gələn bəhsdə bu məsələləri sizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.